Çünki o uşağın içində gələndə təbiətən fitran var. Amma nəyə inanacağını, necə inanacağını buraxmaq lazımdır ki, özü mühakimə etsin. Elşad Miri deyir ki, uşaqların içində bir inanc var. Onların fitrətində bir inanc var. Valideynləri uşaqlara təsir göstərməməlidir. Onlara təsir etməməlidir. Onlar özləri baxmalı, araşdırmalı, seçməli və hansı dini etiqadı istəyirlərsə, ona da inanıb etiqad etməlidirlər. Dəyərli müsəlman bacı və qardaşlarımız, belə bir şey ola bilərmi? Balaca uşağı 8, 10, 11, 12 bundan daha çox və ya az yaşlı uşaqları burax, getsin özünə araşdırma etsin, hansı inanca, hansı etiqada istəyirsə inansın və etiqad etsin. Belə bir şey ola bilərmi dəyərli müsəlmanlar? Ona görə biz deyirik ki, Elşad Miri İslamın içindən dağıtmaq istəyir. Allahın Quran-ı Kərimdə olan ayələri öz ağlına uyğun yozaraq müsəlmanları dindən yayındırmaq istəyir. Lakin necə? Elə din adı ilə, Quran adı ilə. Qəti olaraq biz buna yol verməməliyik və bu insana qarşı Allahın kitabı və Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi, səhih hədisləri ilə mübarizə aparmalıyıq. Ya eyyuhəl